Beyləqan rayon icra hakimiyyətinin inzibati binasında 18 oktyabr müstəqilliyin bərpası gününə həsr olunan tədbir keçirilib. Bölgə TV xəbər verir ki, tədbirdə Beyləqan rayon icra hakimiyyəti başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayon icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə giriş nitqi ilə açan Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni, müstəqil inkişaf dövrünün başlamağından, bu yolda xalqımızın mübarizə əzmindən və ulu öndər xidmətlərindən bəhs edib. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib. Beynəlxalq Birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub. Daha sonra Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan danışıb. O, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən məqsədyönlü siyasətin dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişaf yolunda mühüm mərhələ olduğunu vurğulayıb. Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digər natiqlər də çıxış edərək bütün həyatını xalqın xoşbəxtliyinə, gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən ümumi lider Heydər Əliyevin vətənə və xalq qarşısındakı misilsiz xidmətləri, zəngin tarixə malik olan xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizəsi, müstəqilliyimizin bərpası, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik fəaliyyətindən bəhs edən geniş çıxışlar dinlənilib. Dilbər Vüqar qızı, Bölgə TV.